Belə şeylərdə çaşıram da, əsəbləşirəm. Bu gün sizə it və pişiklərdə hamiləlik dövründə diqqət edilməli məqamlardan danışacağam. Biz çox sahib düşünür ki, heyvan yem yemirsə və normal görünürsə, deməli hər şey qaydasındadır. Amma heç də elə deyil. Hamiləlik dövründə mütləq diqqət etməli olan məqamlardan baytar nəzarəti vacibdir. Cütləşmədən 25-30 gün sonra ilk ultrasonus müayinəsi mütləqdir. Bununla həm hamiləliyi təsdiq edirik, həm də balaların vəziyyətinə baxırıq. Onlarda olan ürək döyüntüləri, nəbzin sayları, bunlar hamısının baxılması mütləqdir. Daha sonraki mərhələdə isə balaların sayını öyrənmək üçün rentgen çəkilməsi vacibdir. Əgər bu dövrdə iştahsızlıq, halsızlıq, qusma, pis qoxulu və qanlı axıntı varsa, mütləq baytar həkimimizlə əlaqə keçsin və yanına aparmağınızı tövsiyə edirəm. Qidalanma da bu dövrlərdə çox vacibdir. Xüsusilə hamiləliyin son həftələrində anaların enerjiyə olan ehtiyacları artır və bu zaman onlara qida balansı dəyişməsi tövsiyə olunur. Çox vaxt papi və kitten yemlərini keçiririk, çünki onlar daha qidalı yemlərdir. Bir vacib məqam qeyd etmək istəyirəm ki, hamiləlik dövründə it və pişiklərinizə özbaşına vitamin takviyələrini keçməyin. Hər hansı bir veterinar tövsiyəsi ilə onları verilməsi daha düzgün olardı. Unutmayaq ki, düzgün nəzarət hamiləlik həm ananın, həm də balaların sağlam böyüməsinə və inkişafı üçün çox vacibdir.